Ötən gün Haqq Səs TV 1 kanalının rəhbəri İlham Müzəffəroğlu, dostu Rasif Müslümoğlu Mamedoğlu'nun 50 illik yubileyi qeyd olundu. Bu əlamətlər gün dostların, ailənin və yaxınların bir araya gəldiyi unudulmaz bir tədbir olur. Rasif Müslümoğlu həyatına peşəkar uğurlar, dostluq və sevgi ilə dolu bir yol sərgiləyərək hər kəsin qəlbini qazanıb. Onun səmimiyyəti və müsbət enerjisi ətrafındakı insanlara ilham verir. Bu xüsusi gün münasibətilə Rasif bəyə uzun ömür, sağlamlıq və yeni uğurlar arzu edirik. Dostları, ailəsi və tanışları ilə birlikdə daha çox gözəl anlar yaşamasını diləyirik. Doğum gününüz mübarək olsun Rasim bəy. Hər zaman parlaq, ümid dolu gözləriniz, başarılarınız artsın, düşmənləriniz getsin. Bu yeni yaşınızda arzularınız gerçəkləşsin. Rasif bəy, sizə yalnız xoş günlər diləyirik. Bütün əməkdaşlarımız adından sizə uzun ömür, can sağlığı arzulayırıq. Bir daha doğum gününüz mübarək olsun. Sənin o gözəl ailənin üstündən səni əsir eləməsin. Həyatda nə arzulayırsan, Allah Taala onu sənə qismət eləsin. Qarşılıqlı mən də sizə təşəkkür edirəm. Mən arzularımı da sağ olun. Yəni Rasif, birinci çok sağ ol bizim operator dostumuz. Sizler bizi lente alırsınız. Allah razı olsun. Allah bayrağımızı üzerlesin. Prezidentimizin canı sağ olsun. Halkımızın Allah şehitlerimize mekanı cennet eylesin. Gazilerimize, askerlerimize can sağ olsun. Valideynlerin, ailelerine, evlatlarına sabır versin. Buranın anlıyorsunlar, şenk yarası aralığında İstanbul'da mermer, öyle görüntüden yapmıştı. Güzel. Bu bağlamda şeyleşmişim, bu benim de bağlamdaşım. Evet. Sağ ol. Sağ ol, teşekkür ederim değerli dostum. Bununla da yekunlaşırıq. Haqq Səsi TV1, Kanal 8 elinin əməkdaşları da əziyyət çəkir. Bizlə bərabər devlətçiliyimizin, Cənab Prezidentin məqsədinin siyasətinin davamçısı. Ondan sonra təbliğin biz, necə Prezidentimiz deyir ki, üniversitələr mənim dostum, mənim köməkçim. Biz də o devrindən öz istiqamətimizdə aydınca onun siyasətini tapırıq. Onun sevəni də biz də çox istəyirik. Onun o siyasətinə, məqsədinin siyasətinə kölgə salanlarında heç şey. Sağ olsun, dünya ondan danışır. Biz çox təbii ki, bir prezidentimiz var ki, dünya ondan danışır. Trump kimi adi ölkənləri gəlib Rəcəb Tayyip Erdoğan'a da Allah bilirsin. Çox dəyərli insandır ki, bizim qardaş ölkə bizə dayak vurur. Sağ olun, var olun. Değerli. Haqq Səs TV 1 Kanal 8'e xəbər Aygün Qərib qızı Ağcabədi.